Usta, bir maşın niyə çox benzin işlətsin ki? Əsas səbəblər hansılardır? Maşının çox benzin işlətməsinin əsas səbəbləri bir neçə amillə bağlı olur. Ən çox rast gəlinən problemlərdən biri yanacaq sistemində olan nasazlıqlardır. Əgər injektorlar çirklidirsə və ya damcılayırsa, yanacaq düzgün püskürmür və nəticədə artıq benzin sərf olunur. Yanacaq filtri tutulanda sistemdə təzyiq pozulur və mühərrik daha çox yanacaq tələb edir. Nasos zəif işlədikdə isə idarəetmə bloku bunu kompensasiya etmək üçün əlavə benzin verir. Sensor nasazlıqları da çox böyük rol oynayır. Lambda zond düzgün işləməyəndə qarışıq zəngin olur, yəni hava ilə müqayisədə benzin çox olur. Hava ölçən sensor səhv məlumat göndərdikdə, mühərrikə daxil olan hava düzgün hesablanmır və bu da sərfiyyatı artırır. Su temperatur sensoru nasaz olduqda, maşın özünü daim soyuq hesab edir və daha çox benzin püskürdür. Alovlanma sistemində problemlər olduqda, yanacaq tam yanmır. Köhnə və ya zəif şamlar, eləcə də zəif bobinlər qarışığın tam alışmamasına səbəb olur. Bu zaman həm mühərrikin gücü azalır, həm də yanacaq sərfiyyatı artır. Hava sistemində olan nasazlıqlar da təsir edir. Hava filtri tutulduqda, mühərrik kifayət qədər hava ala bilmir və nəticədə qarışıq yenə zəngin olur. Boğaz klapanı çirkli olduqda isə hava axını düzgün tənzimlənmir. Bundan əlavə mexaniki səbəblər də var. Təkərlərdə hava az olanda maşın daha çox güc sərf edir və bu da yanacaq sərfiyyatını artırır. Əyləc kaliperi tutulu qalanda maşın sanki özünü saxlayır və mühərrik daha çox işləməli olur. Sürüş tərzi də çox önəmlidir. Ani qaz vermək və aqressiv sürmək yanacaq sərfiyyatını ciddi şəkildə artırır.